O deyir ki, pislik eləmə. Öz əlinlə özü uçuruma atma. Bax, elədiyin hər bir ədalətsizlik mütləq sənə qayıdacaq. Bundan qorx. Bundan qorx. Bu ayrı bir şeydir. Nə istəyirsən, eləyə bilərsən mesajı vermir. Qorxulu o vaxt olur həyat ki, bilirsən ki, burada qayda qanun yoxdur. Hətta həbsxanada belə qayda qanun yoxdur, sonrası cəhənnəmdir. Amma hətta həbsxanada belə qayda qanun yaradılır. Belə xaosun özündə belə qayda qanun var. Yox, yəni ədalət olmalıdır, başa düşürsünüz. Və insanlar həmişə göylərə baxan o peyğəmbərlər olub, qədim müdriklər olub. Məsələn, İbrahimlər başlarını qaldırıb göyə baxıblar saatlarla. Bura haradır? Bura necə bir yerdir? Burada ən əsas nədir? Kimə sığınmaq olar qorxudan? Allah deyir ki, mənə sığının qorxudan. Amma öz şərinizə də sığınıb qorxudan azad ola bilməyəcəksiniz. Mənə sığının, mən ədalətin tanrısıyam. Siz pislik eləsəz... Ədalətsizliyin də tanrısı var. Hə, şeytan ədalətsizliyin tanrısıdır, belə götürsə, əhrimən.